Hər kəsi salamlayıram və ümid edirəm enerjiləriniz qaydasındadır. Bayramınız mübarək olsun, uğurlu olsun. 2026 sizə ancaq gözəl anlarla yadda qalsın. Və mən niyə bu günü gözlədim? Yəni yanvarın 3-ünü. Çünki bugün dolunay baş verəcək. Eyni zamanda 2026-nın ilk dolunaydır və biz buna qurd dolunay deyirik və Sirius ulduzu ilə və Yupiterlə çox önəmli bir qovuşumdadır və bu o deməkdir ki, bugün bizim şəxsiyyətimizin yenidən qurulmasının başlanğıcıdır. Yəni biz bugündən sonra artıq deyəcəyik ki, mən kiməm, mənə harda daha yaxşıdır, mən harda nəyi özümə qarşı səhv eləmişəm və mən nəyi təcili olaraq dəyişməliyəm. Bu sizdə kövrəkli hissləri yarada bilər, xatirələri canlandıra bilər, bütün keçmiş anlarınızı yenidən sizə xatırlada bilər. Bugün isə biz baxacağıq ki, 2025-ci ildən sonra gələn bu yeni ilinizdə sizi 2025-dən fərqləndirən hansı enerjilər olacaq ki, sizi çox sevindirəcək və nəyə diqqətli olmalısınız. Və mən dəstə seç hazırlayacağım və dəstə seçinizi özünüz seçəcəksiniz, özünüz də izləyəcəksiniz. Başlayıram mən dəstə seçimizə. Bilirsiniz, məni ilk izləyənlər bilir. Əvvəllər dəstələr hamısını videonun gedişatında çəkirdik. Çayımızı qoyaq bura. Və indi bugün yenə həmin onu edəcəyik. Çünki istəyirəm ki, enerjilər hamısı burada canlı, gözəl bir şəkildə burada aktivləşsin. Birinci dəstə üçün hazırlayıram indi dəstəni. 2026-nın əsas mövzusu nə olacaq? 2026-nın əsas gündəmində nələr olacaq, baxacağıq bugün. Orakuldan eyni zamanda dəstək alacağıq. 2026-nın kartımız özünü atdı, götürürəm. 2026-nın əsas mövzusu necə olacaq? Və digər kart dəstəmizdən soruşacağıq 2026-nın əsas mövzusu. 2026-da nələr yaşanacaq? Birinci dəstəmizi hazırladıq. Gəlirəm ikinci dəstəmə. İkinci dəstəni seçəcək olanlar üçün hazırlayıram bunu. İkinci dəstədə nələr olacaq? Hansı hadisələrlə yadda qalacaq 2026-cı il və kartları mən qarışdıra siz manifestlər eləyə bilərsiniz. 2026-nın əsas gündəm enerjisi nə olacaq? 2026-nın əsas gündəm enerjisi nə olacaq? Və bu arada onu da qeyd edeyim ki, bugünün özəlliyi, bugün bürcləri nələr gözləyir və s. bunları mən Instagramda paylaşmışam və Instagrama keçid edib baxa bilərsiniz. 2026-nın əsas mövzusu ikinci dəstə üçün götürək. Bilmirəm, saymıram bu arada kartları gəldiyi şəkildə. Yəni bəzən 3 olacaq, bəzən 4 olur. Sanki bir kart atır özünü ki, mən də al və mən də onu alıram. Sonra deməyin ki, filan dəstədə çox kart idi, bu dəstədə az idi. Yəni belə bir şey yoxdur. Sadəcə enerjisel olaraq kartlar özü mənimlə burada əlimin altında hiss elətdirir mənə. Gəlirəm üçüncü dəstəyə. Üçüncü dəstəni seçəcək olanlar 2026-nın əsas mövzusu nədir? Orakuldan soruşaq. 2026-nın əsas mövzusu üçüncü dəstə üçün nə olacaq? Dediyim kimi, bildirdiyim kimi bürclərlə bağlı baxımlar olacaq. Bugünün enerjisinin bürclərə təsiri Instagramda paylaşılıb. Bugünün özəllikləri, bugünün özəlliklərində nələr var, hamısını Instagramda paylaşmışam. Üçüncü dəstə üçün 2026-nın enerjisi necə olacaq? Götürmək istədim. Okey. Deməli, önünüzdə 3 dəstə var. Bu maralları da gətirdim
koydum, yerləşdirdim. Belə baxırsınız marallarınıza. Hansı maralın enerjisi sizi çəkirsə özünə, onu da seçirsiniz və biz başlayırıq. Və mən boz maralımızdan başlayıram. Həyəcanlı başlayırıq. Görək, boz maralımız bizə nə hədiyyələr verir? Oy. Əla. Deməli, bu belə eləyim, kartları rahat şəkildə görə biləsiniz. Belə. Deməli, əzizlərim, güc kartı ilə açılım elədi. Güc kartı nədir? Özgüvən, özdəyər, özünə sevgi. Sözün əsl mənasında, videonun başında dediyim kimi, birinci dəstə üçün özlərini daxildə daha artıq gücə sahib olduğunuzu hiss eləyəcəksiniz və potensialınızın daha çox olacağını hiss eləyəcəksiniz. İdarə etmə gücünüzü, liderlik keyfiyyətlərinizi, mən əslində nələrə qadirəmi hiss eləyəcəksiniz bu 2026-cı ildə. Və 2026-cı ildə sizin əsas prioritetiniz o olacaq ki, mənim idarə etmə gücüm var və mən bunu necə gözəl bir şəkildə ifadə eləyə bilərəm. Çox dəngələri qarışdırmayacaqsınız. Çünki sizdə eyni zamanda bir dəngə var. Bu deməkdir ki, fədakarlıq və güc. Bilirsiniz ki, güc kartının digər bir kölgə tərəfi aşırı fədakarlıqdır. Çünki güc kartının yəni bu qaranlıq mənasında həddindən artıq güclü olduğunu hiss elədiyinə görə insanlara yardım etmək və dəstək olmaq üçün həddindən artıq çox məsuliyyət götürdüyü gerçəkliyi var. Və bu şir bürcünün kartıdır və şir bürclərinin özlərində də bu cür xarakterləri biz görə bilərik ki, bəzən öz güclərindən daha artığına, özünün gücü çatdığından daha artığına belə deyirlər, məsuliyyətin altına girməyə daha yatqındılar və bu il əslində siz dəngəni, balansı öyrənəcəksiniz. Yəni mən güclüyəm, mənim bir idarə etmə qabiliyyətim var, mənim ətrafımdakı hər şeyi əlimdə saxlamam, istədiyim kimi yönəltmə, kodlama, proqramlama qabiliyyətim var. Mənim öz həyat yoldaşımı da, partnerimi də, övladımı da, hətta öz həyatımdakı istəklərimi, manifestlərimi də həyatıma çəkə bilmə qabiliyyətim var və bütün bunları necə dəngəli edəcəyimi də bilirəm və balansda olmağı bilirəm, enerjisində olacaqsınız. 2026-nın əsas mövzusunda bir də asa uşağı gəldi. Asa uşağı nədir? Yeni fürsətlər və yeni sizin ağlınıza gələcək ideyalar çox olacaq bu il ərzində. Yəni ki, hər an sizin üçün yeni ideya, yeni fikirlər, yeni düşüncə, yeni perspektivlər, yeni layihələr, tanışlıqlar bütün il boyu sizinlə olacaq. Yəni siz tutaq ki, bir iş qurmaq istəsəniz, necə qurum dediyiniz anda fikrinizə yaşıl lampoçkalar yanacaq və deyəcək bunu belə eləmək lazımdır və həmin anda özgüvəniniz də yerində olacaq, həmin anda hər şey dəngədə və balansda eləməyi, qaçmadan, tələsmədən və ertələmədən etməyi bacaracaqsınız bu il ərzində. Eyni zamanda kupa ikilisi, anlaşmalar və razılaşmalar, həyatınızdakı insanla və yaxud da təksisdə yeni bir insanı həyatınıza dəvət eləmək baxımından. Yəni, bu ilin ümumi ana mövzusuna gəldiyimiz zaman mən həyatımın iplərini əlimə alıram və onu necə idarə edəcəyimi bilirəm və bu idarə etmə yolunda mənə nələr lazımdır, mən bunları ilahi kainatdan hiss edirəm və mən etdiyim və etmədiyim hər şeyin balansını tuta bilirəm. Heç nəyin çox böyük bir dozasını qaçırtmadan rahat şəkildə idarə edirəm, əlimdə saxlayıram və eyni zamanda yeni münasibətlər qururam, yeni tanışlıqlar var həyatıma, ağlımda istədiyim kimi birini gətirirəm, çəkə bilirəm və ikili münasibətlərdə xoşluqla ciddi münasibətlər qura bilirəm. Və bu il ərzində yalnızlar üçün yeni münasibətlər başlayarkən evlilər üçün münasibətlərin daha da dərinləşməsi, münasibətlərinə yeni bir ilham, nəfəs gəlməsi, bəlkə bu kimin üçünsə övladdır, bəlkə bu kimin üçünsə heç vaxt münasibətdə etmədiyiniz
əyləncələrdir, həyəcanlardır, yeniliklərdir ki, siz bunları münasibətdə eləmək istəyirsiniz, amma alınmayıb. Bu il siz bütün bu macəraları həyat yoldaşınızdan edə biləcəksiniz. Və burada Rəngə, asa uşağı və güc kartı üçü də böyük arkanlar olduğuna görə mən burada deyərdim ki, yox, üzr istəyirəm. Dəngə və güc kartı böyük arkanlar olduğuna görə mən burada deyirəm ki, ilahi ədalət mövzusu da çox gündəmdə olacaq. Bu iki arkanı birlikdə gördüyümüz zaman, yəni özümə qarşı ədalətli olmaq, başqalarına qarşı ədalətli olmaq, necə ki özüm çox verməyi balanslayıram, yəni daha çox kiməsə görə məsuliyyət almağı dayandırıram, özümü yükün altına, mənə aid olmayan yüklər, mənə aid olmayan sorumluluqlar, mənə aid olmayan məsuliyyətlərin altına salmaqdan çəkinirəm. Eləcə də heç kəsi də yükləməyə, heç kəsə borclandırmaq istəmirəm. Və bu güc və status məsələsi də sizin gündəminizdə olacaq. Gücüm nədir? Statusum çox önəmlidir. Harda olmağım, görünür olmağım, parlamağım çox önəmlidir deyəcəksiniz. Və ən əsası da burada öyrənməli olduğunuz, daha doğrusu hər zaman diqqətli etməli olduğunuz şey kontrol edə bilirəmmi və kontrolu edərkən dozanı qaçırdırammı? Çünki biz 8-lər bilirsiniz ki, çox böyük kontrolla bağlı sınaqları olur. Onlar həyatlarında kontrol edə bu 8-i doğulanlara da aiddir. Həyatda hər şeyi kontrol altında saxlamaq və davamlı hər şeyin nəticəsini tez gözləmək onların ən böyük problemidir və siz bu il bunu da nəzərdə saxlamalısınız ki, tez nəticəyə yönəlmək, tez nəticə olsun, nə baş verdi, niyə belə oldu suallarıyla özünüzü yormamağa çalışın. Gəlirəm orakul kartlarına. Orakul kartlarından bir tülkü var. Burada da bir ilan var. Fikir verin, bunları niyə birlikdə deyəcəm sizə. Burada da bir dağ var. Mən burada deyərdim ki, bu il ərzində ikiyüzlü şəxslər, düşmənləriniz də sizin ətrafınızdan heç əksik olmayacaqlar. Çünki tülkü kartı deyir ki, sanki hər zaman sizin ətrafınızda, sizin arxanızca dedikodular etməyə, sizin arxanızca şayiələr yaratmağa və sizə mənfi enerji ötürməyə çalışan biriləri olacaq və münasibətlərinizə girmək istəyən, iş münasibətləri, dostluq münasibətləri, sevgi münasibətlərində olduğunuz insanlarla aranızı pozmaq istəyən ilanlar olacaq və həyatınıza bəzən o qədər böyük əngəlləri çıxardacaq ki, bu insanlar və siz deyəcəksiniz ki, mən bu əngəli aşa biləcəmmi? Mən həqiqətən bu əngəli keçə biləcəmmi? Bu qədər düşmənçilik və bu qədər negativ enerjilərlə, bu qədər negativ durumlarla. Necə edəcəksiniz o saat sizin ağlınıza? Çünki güc nə deyir? Mən idarə edərəm və mən bacararam deyir. Ona görə də elə bu kartın enerjisi bunu dəstəkləyir. Bir kompas kartı gəldi. Çünki sizin məqsədiniz ilin başından bəlli olacaq. Yəni siz ilin başında biləcəksiniz ki, siz nəyi istəyirsiniz, dəqiq nəyi istəmirsiniz. Və istədiyiniz şeyi o qədər dəqiq biləcəksiniz ki, hədəf belirləyib yönlərinizi seçəcəksiniz və həmin yönə doğru hərəkət edərkən əlinizdəki o kompas, bu kompas nədir? İnsan azmasın deyə davamlı baxır. Yəni kompas olacaq sanki əlinizdə. Bu kompas sizin üçün nə olacaq? Təbii ki, sizin özgüvəniniz və sizin yaradana olan bağlılığınız və təslimiyyətiniz olacaq. Bu şəkildə həqiqət yolunda düzgünlüyə, dürüstlüyə, işinizdəki uğura, görünürlüyə, parlamağa, ilin əvvəlində məqsədinizi nə qoymusunuzsa, ona doğru düzgün bir yol seçməyə və bundan sonra okey, mən qarşımda bir dağ var, mən bunu keçə bilmirəm, bu mənim üçün çətindir. Deməli, mənim bu dağı aşmaq üçün fərqli bir yoldan getməliyəm deyəcəyiniz bir enerji sizinlə olacaq. Və ola bilər ki, bu
situasiyalarda ilişmək, yəni bu cür bunları yaşamaq ümumiyyətlə biraz sizi daha soyuq bir insana çevirəcək. Bəlkə də biraz sizi incidəcək, çünki burada bir darıxmaq kartı var, üzüntülər var biraz. Qəlbinizi incidəcək ki, sizin ətrafımda niyə mənim belə ilanlar var, niyə belə türkülər var, mən incidirirəm, mən üzülürəm, mən niyə bunlarla uğraşmaq məcburiyyətindəyim, niyə mənim üçün hər şey çox asandır, keçmir, yəni rahat şəkildə irəliləyim, bu yolum niyə bu qədər açıq deyil, amma bu sizə soyuqqanlı olmağı öyrədəcək, bu sizə bu dəyişməyi, davamlı yeni şeylər fikirləşməyi, məsələn, çətindir, okey, bura bağlandı növbəti, bura bağlandı növbəti. Yəni siz bu il belə qarşınıza çıxdı maneə, hə, vəsə, mən getdim, onda məndə alınmadı. Yox, aha, bura bağlandı, başqa qapı. Bu açar işləmir, başqa açar. Açar işləmədi, başqa bir yol. Buna öyrədəcək sanki. Və baxın, tam da açardan demişkən, hələ açar kartını görməmişdim. Burada bir açar kartı var. Çözüm arayışı, qapını açacaq bir açara sahib olmaq, bir mövzunu çözümə qovuşdurmaq, yəni ki, çözümə aparmaq. Yəni siz bu il deyərdim ki, bütün bağlı qapılarınızı açacaqsınız, bütün arzularınıza gedən yolda maniyələrin səbəblərini tapacaqsınız. Ola bilər ki, siz başa düşəcəksiniz ki, bu ilanlar, bu dağ, bu tülkülər hansı karmanızdır və həmin karmanı şəfalandıracaqsınız. Çünki bizim hamımız əslində bir-birimizə boşuna pislik eləmirik. Boğazımızı yaşlayaq. Əslində bizim hamımızın bir-birimizə pislik eləməyinin bir səbəbi var ki, bizim ruhlarımızda hardasa kiməsə pislik eləyib. Bunu biz xatırlaya bilərik, biz bunu xatırlamaya bilərik, amma bizim elədiyimiz yanlışlar, bizim daxilimizdə, məsələn, bir insanın daxilində çox böyük bir günahkarlıq olursa, çox böyük bir xaos varsa, çox böyük bir intriqa varsa, həmin zaman bu intriqa bizim həyatımızda müəyyən düşmənlər olaraq üzə çıxır. Çünki daxilimizi təmizləməyimiz üçün əsas yol çöldəkilərə baxmaqdır. Çöldə nəsə yerində deyilsə, deməli daxildə də nəsə yerində deyil. Çöldəki mən hər zaman deyirəm ki, dəyişmək istəyirsinizsə mənə bir dənə həyatınızı danışın. Yəni işinizi necə qurmusunuz, sevginiz necədir, hansı sözü daha çox eşidirsiniz, hansı sözə həsrət qalmısınız, ümumiyyətlə eşitmək istəyirsiniz, eşitmirsiniz, nəyi ala bilirsiniz, nəyi ümumiyyətlə ala bilmirsiniz. Bu sizin daxili proqramınızın əksidir. Yəni çöldə baş verən heç nə cəza sistemindən və yaxud da ki, sizi üzmək üçün yaşanmayıb. Bunlar hamısı bizim daxili proyeksiyamızın əksidir. Və siz bu il bunu başa düşəcəksiniz və çözüm tapacaqsınız. Çözümü necə tapırsınız? Baxın, şəfalanmaqla. Ruhsal şəfalanma və qəlbdəki yaraların şəfa bulması, çarəsiz qalınan durumların hamısına dərman tapmaq və sağalma dönəmi. İli ümumi olaraq yekunlaşdırsaq deyə bilərəm ki, birinci dəstəni seçənlər üçün bu il ərzində qarşılarına qoyduqları bütün məqsədlərinin çözümünü tapa biləcəklər. Bunun çözümü yol axtaranda, bu çözümün niyə çətin gəldiyini və yaxud da ümumiyyətlə niyə bu problemlərlə üzləşdiyinin səbəblərini də tapacaqlar. Bəlkə də bugünə qədər eyni bir döngünüz var idi və bugünə qədər siz qurban pozisiyasında yaşadınız. Yəni qurban pozisiyasında yaşamaq nə deməkdir? Niyə mənim başıma bu gəldi? Niyə bunlar pisdir? Niyə pis adamlar mənim qabağıma çıxır sualını verməkdir. Qurban pozisiyasına çıxmaq nə deməkdir? Mən nə edirəm ki, qarşıma bu situasiyalar çıxır? Mənim daxilimdə nə baş verir ki, mənim qarşıma, mənim yolumu əngəlləyən, mənə dəyərsiz hiss elətdirən insanlar çıxır və siz bu il bu sualı verib bunun cavabını tapacaqsınız. Bəlkə də kimlərsə şəfalanmalar, ruhsal şəfalanmalar, bəlkə kimsə psixoloji olaraq, bəlkə kimsə sadəcə karmanı anlayacaq, başa düşəcək və bəziləriniz isə sadəcə savaşma və cəsarətlə deyəcəksiniz ki, tamam, bu yol bağlanarsa mən başqa bir yola gedərəm. Və bunu bacarmaq, bunu ilin sonunda əzizlərim, siz tam sağalmış olacaqsınız. Əgər sizin müəyyən bir xəstəliyiniz də varsa bu il ərzində, o da sağalacaq bu arada. Əgər sizin çözülməz bir probleminiz, çözülməz bir ağrınız varsa, bir probleminiz varsa, bu ildən başlayıb hətta, ola bilər bu ildə var idi o problem sizin həyatınızda. Bu problemi bu il həll eləyəcəksiniz siz. Və bu problemi həll eləyəndə siz yaralı və yorğun halda çıxmayacaqsınız ildən. 2026-da şəfalanmış, təmizlənmiş və sağalmış halda çıxacaqsınız. Nəyə görə?
Çünkü bütün bu türküler, bütün bu ilanlar sizin hayatınıza ona göre gəlməyəcək ki, siz ücünəsiz, incinəsiz, üzüləsiz, ağlayasız və savaşasız. Siz ona görə sizin həyatınıza gələcək ki, sizə desin ki, bax gör, kimə harda səhv eləmisən, özünə harda səhv eləmisən və harda elə bir karma işləmisən ki, biz sənin həyatında sənə pislik eləyirik. Və sən, əziz bu dəstəni izləyən, ilin sonunda sənin bütün düşmənlərinə belə təşəkkür eləyəcəksən ki, əgər siz olmasaydınız, mən şəfalanmayacaqdım. Mən nəyə görə bunları yaşadığımı anlamayacaqdım və ona görə də bu il sizin həm oyanış ilinizdir, həm təmizlənmə ilinizdir, həm də məqsədlərinizə çatma ilinizdir. Bax belə əzizlərim. Möhtəşəm idi məncə. İkinci dəstəyə keçirik. Yəni siz bu ilin mağduru deyilsiniz. Gəlirəm ikinci dəstəyə. Asvartiniya gəldim. Əla, möhtəşəm. Deməli ikinci dəstə. İlk olaraq pul üçlüsü ilə, tılsım üçlüsü ilə açdıq. Nə deməkdir? Bəlkə də siz iş qurmaq istəyirsiniz, bəlkə iş axtarırsınız, bəlkə işdən ayrılmısınız. İşlə bağlı mövzular, yaradıcılıq mövzuları ön plandadır. Bəlkə də bu dolunay sizin elə 5-ci, bəlkə 6-cı, bəlkə də 10-cu evinizdə baş verir. Çünki bu evlər əsasən bizim yaradıcılıq və karyera evlərimizdir. Və siz bu ilin əsas mövzusuna baxanda siz düşünəcəksiniz. Baxın, görürsünüz, burada o qız nəsə çəkir, o birilər də fikirləşir ki, görəsən yaxşıdır, düzdür, səhvdir. Yeni anlaşmalar qurmaq, yeni iş kollektivləri qurmaq, yeni kollektivə düşmək, yeni işlərlə məşğul olmaq var bu il. Bu il ərzində bir qıtlıq bilincinizi də hiss eləyəcəksiniz. Yoxdur, bəlkə kimsə işdən ayrılacaq. Bəlkə indi kimsə işdən ayrılıb, bəlkə kimsə işdən çıxardılıb indi və yaxud da çıxardılacaq 2026-cı ildə. Və sanki əvvəl qurduğunuz şeyə çöldən baxacaqsınız. Baxın, görürsünüz, buradaydı əvvəl, amma indi onu çölə atıblar və soyuqdur hava, qarlıdır və hiss eləyəcəksiniz ki, mənim harda bir qıtlıq düşüncəm var idi ki, itirmə qorxum var idi ki, mənim əlimdən bir şeylər alındı və özünüzü o an üçün çarəsiz hiss elədiyiniz bir situasiya olacaq. Nəyə görə bunu çox rahat şəkildə deyirəm, qorxu içində demirəm. Çünki həmən ardından sizə Yaradanın ilahi əli uzanacaq. Yaradanın ilahi əli uzanaraq sizə yenidən öz gücünüzü qazanıb, özünüzün itirdiyiniz hər şeyi geri alma enerjiniz veriləcək. Koroleva Jezlov, yəni dəyənək kraliçası, yəni bir cəsur, enerjik, alov enerjili bir qadın. Bu qadın o qədər cəsurdur ki, o qədər dürüsttür ki, o qədər inatçıdır ki və o qədər enerji doludur ki, o əlində olanların itirsə belə yenidən onları qura biləcək qədər böyük bir enerjiyə sahibdir. Və nəticədə o bütün hədəflərini reallaşdırır və o bütün istəklərini əldə eləyir. İtirəcək heç nə olmur və onun o qədər seviləndi ki, baxın, güllər veriblər ona, özünün bir qoruyucu əjdahası var, bu onun qoruyucu mələyidir, yəni qoruyucu heyvanıdır, erk heyvan deyirik. Qoruyucu heyvan onun yanında, onu baxın, görürsünüz, əjdahanın belində oturub, qoruyucu mələk sanki o əjdaha gəlib onu o çətin situasiyadan çıxardacaq və onun əlində də görürsünüz bir sehirli dəyənəyi var. Və o sehirli dəyənəklə görürsünüz, üzündə necə böyük bir rahatlıq var və sanki bu dinozavr da baxır, deyir, mənim sahibəmə kim nə deyə bilər ki? Mən öz sahibəmi qoruyuram, onun rahatlığını, onun sakitliyini, onun huzurunu mən sağlayıram. Ola bilər, həqiqətən bunu ilahi dəstək kimi görəcəksiniz. Bəlkə də həyatınızda elə bir insan olacaq ki, bu əjdaha kimi, bu dinozavr əjdahadır, dinozavrdır, hər nədirsə, ixtiyazavr deyirdi. Bu bu varlığın enerjisi kimi bir enerji sizin həyatınızda bu il özünü göstərəcək və
sizə yenidən özgüvəninizi gətirəcək. İlin əsas mövzusu pul və maddiyyat, iş, kariyer həyatınızdır. Gəlirəm orakula. Baxın əzizlərim, yumurtadan təzə çıxan bir quş görürsünüz burada. Bu nə deməkdir? Bu quşun bir məqsədi var. Nə? Yeni həyata başlamaq. Yenidən öz qabığından çıxmaq, öz əvvəlki kimliyini tərk eləmək. Əvvəl o kim idi? O əvvəl bir hüceyrə idi. O əvvəl bir rüşeym idi. Əvvəl bir zigot idi. Amma indi bir varlıqdır, artıq bir canlıdır və əvvəlki o kimliyini tərk eləyir və bir canlıya çevrilir və canlıya çevriləndə var olan şərait artıq onu sıxdığını hiss edir və onu sıxan bu şəraitdən yavaş-yavaş çıxmağa başlayır. Yəni qabıqlarını qırır və yavaş-yavaş bu yumurtanın içərisindən çıxmağa başlayır. Və bu sizin həyatınızda həqiqətən də burada da bir ay var. Şuuraltınızda sizi sıxan, sizi boğan, baxın burada nə dedim? Bəziləriniz qıtlıq mövzunuzla bağlı, qıtlıq bilincinizlə bağlı üzləşəcəksiniz. Qıtlıq bilinci nədir əzizlər? Məsələn, siz əgər nəyisə atmaqda, məsələn bir şey xarab olub, amma atmırsınızsa, adi salafanları belə yığırsınızsa, qırılmış qabları belə atmaq istəmirsinizsə, geymədiyiniz paltarları heç kəsə vermək istəmirsinizsə ki, nə vaxtsa arıqlayaram, geyinərəm və yaxud da tikdirərəm, geyinərəm, sökülüb burasını düzəltdirərəm, geyinərəm. Əgər siz qab-qaşıqdır, əşi sınıb eybi yoxdur, mən bunda çay içərəm deyirsinizsə, bunlar ən sadədir, ən bəsitdir. Daha sonra əlinizə pul gələndə, neyniyərəm sualını verəndə ona mağaza açaram, obyekt açaram, ev alaram, itirməyim deyə bunu bir şəkildə saxlayaram. Bunlar hamısı itirmə qorxusunun cümlələridir. Biz bu haqda pulla bağlı mövzularda Telegramda danışırıq hər gün. Əgər siz istəyirsiniz pulla bağlı əsl həqiqətləri öyrənmək, o zaman Telegrama gələ bilərsiniz. Amma bunlar bir itirmə qorxusu cümlələridir. Yəni çünki beyin, zehin, daha doğrusu şuuraltımız xüsusilə deyir ki, itəcək, gedəcək, həmişə olmayacaq, əlində saxlamalısan. Pul həmişə gəlmir, pul bir dəfə gəlir, onu tutub saxlamaq lazımdır. Şans bir dəfə insanın üzünə gülür. Bunu düşünən bütün düşüncə qəlblərinizi siz keçmişdə buraxacağınız bir il ola bilər və bilmədiyim çoxlu sayda sizi kısıtlayan, görürsünüz, alovlu şəkildə çıxır. Alov nədir? Yeni başlanğıcdır, işıqdır. Zaten bu da bir alov kraliçasıdır. Yəni bir enerjinizi göstərmək üçün qabıqlarınızı, bəlkə də sizin çox böyük bir potensialınız var idi. Bəlkə də siz bir layihənin, bir öz işinizin, öz biznesinizin sahibi olmalıydınız, amma bugünə qədər kiminsə əlinin altında işləyirdiniz. Bugün bu il öyrənəcəksiniz ki, mən ona görə kiminsə əlinin altında işləyirdim ki, mən böyük pullar itirməkdən qorxurdum və risk almırdım. Mən bu il risk ala biləcək qədər dəyişməyi gözə alıram. İkinci, zerkala, yəni güzgü. Baxın, görürsünüz nə deməkdir? Öz kölgə tərəfinizlə üzləşəcəksiniz. Kölgə tərəfinizlə üzləşəndən sonra nə baş verir? İnsanın əsl kimliyi ortaya çıxır və dünənə qədər sizi qorxudan hər şey gücə çevrilir. Ən bəsit məsələn, əgər siz insanlarla münasibət qurmaqdan qorxursunuzsa ki, məni zəiflədərlər, o zaman siz bu qorxaq tərəfinizi qəbul edəndə sərhədlər qoyan güclü bir xarakterə çevrilirsiniz. Əgər siz itirmə qorxunuzun üzərində işləsəniz, yəni itirmə qorxusu olan, kasıblıq bilincində olan tərəfinizi, kölgənizi qəbul eləsəniz, bu kölgənizin içərisində pulu necə dəyərli istifadə edərəm tipində bir şəxsiyyət yaradacaqsınız. Yəni, bizim güzgümüz, bizim daxilimizdə olan proqramları bizə göstərir və siz bu il özünüzlə üzləşəcəksiniz. Bəli, özünüzlə üzləşməlisiniz çünki, bunun zamanıdır çünki. Çünki sizin daxilinizdə olanlar, bəlkə çölünüzdə elə hadisələr baş verir ki, və siz deyirsiniz, niyə? Amma əsl səbəbin sizin psixologiyanızla bağlı olduğunu, düşüncələrinizlə bağlı olduğunu, inanclarınızla bağlı olduğunu hələ də bilmirsiniz. Amma bu il biləcəksiniz. Baxıram burada bir gələn bu kart əsl, bilirsiniz nə kartıdır? Əmək, işgüzarlıq,
işləmək, işinin bəhrəsini görmək, zəhmət çəkmək. Bax, əziyyət çəkmək demirəm, zəhmət çəkmək deyirəm, zəhmət vermək deyirəm, əmək vermək deyirəm. Əmək vermək və burada sizə baxın iksir verilir sanki və bir də balıqlar kartı gəldi. Ola bilər ki, il boyu baxın sizin burada da baxın ağ və qara var, burada da ağ və qara var. Nə deməkdir? Bəzi qərarsızlıqlarınız ola bilər. Bəzən nəyi doğru, nəyi yanlış etməyinizlə bağlı qaranlıq və aydınlıq tərəfləriniz. Hər bir insan qaranlığı var və ya işığı var və kölgəsi var. Bunlar arasında bir seçim eləmək məcburiyyətində sanki qalmaq ki, hansı yolda, kimlə irəliləməliyəm, necə getməliyəm. Amma bu il gəldiyim zaman, baxın, burada da bir bağımlılıq kartı var. Burada da bir güzgü kartı var. Bağlı, əngəllənəməyən istək və arzular, bir kişiyə və ya bir duruma bağlı olmaq, özünü geridə saxlamaq və yaxud da istəməsə belə nəyisə edə bilməmək. Bununla üzləşmək. Yəni sizi bugünə qədər nə bağlayırdı bir yerə, nə sizi qoymurdu inkişaf eləməyə, nə sizi qoymurdu ki, bir işdə qalıb işləməyə, böyük pullar qazanmağa və siz bəlkə çox işləyim, çox qazanım prinsipi ilə yaşamısınız bugünə qədər. Nə qədər çox işləsəm, o qədər çox gələcək. Çox işləməliyəm, çox. Bu il başa düşəcəksiniz ki, əslində düzgün işləyəndə, məsələn, mən sizə burada bir saatlıq video çəkəcəm. Bu bir saatlıq video mənə yüzlərlə insanın sevgisini gətirəcək. Halbuki, bəlkə də bu qədər insanın sevgisini qazanmaq üçün, bu qədər insanın qarşısına çıxmaq üçün başqa biri 3 il, 5 il, 10 ay əziyyət çəkir ki, bəlkə bir 2000 dənə adam tanıyaram. Necə insanlardan danışım, necə onlarla ünsiyyətdə olun. Baxın, adi bir şeyin üzərindən gedirəm. Və ona görə də deyirəm ki, bizim bilinci altımızda əgər çox çalışmalıyam ki, çox qazanım inancı varsa, çox çalışırıq, çox və bu bizi yorur. Bununla üzləşə bilərsiniz. Yaxşı, bununla üzləşdik. Nə olacaq? Düzələcəkmi bizim durumumuz deyirsinizsə, tamına bir bəli deyirəm. Çünki burada gecə və gündüz gəldi. Qaranlığın ardından doğan günəş balanslanmaq və dəngəyə gəlmək, eril və dişil dəngələri uyumlamaq və üzərinə də günəş gəldi. Qaranlığın ardından tam bir günəşin doğuşunu siz izləyəcəksiniz. Fərahlayacaqsınız, güclənəcəksiniz, arzularınızı reallaşdıracaqsınız. Həyatımda, üzerimdə bir qara bulut var. İrəliyə bilmirəm, bir kölgə var, çıxa bilmirəm. Məni sıxan bir şeylər var, məni irəliləməyə qoymayan bir şeylər var. Məni olduğum yerdə saxlayan bir şeylər var. Dediyiniz mövzuları da geridə buraxacaqsınız. Və ev və alyans gəldiyinə görə deyirəm ki, əziz subaylar, bu il sizin evlilik ilinizdir. Əziz evlilər, bu il sizin öz evinizə köçmə ilinizdir. Həm eviniz var, həm də evlisinizsə, bu il sizin daha yeni bir evə köçməyiniz, evinizi böyütməyiniz və evinizdə kimlərinsə, ətrafınızda kimlərinsə evlilik olacaq ki, siz orada iştirak eləyəcəksiniz. Baxın, ən gözəl kartlardır. Günəş, üzük və ev. Ailə qurmaq istəyirəm, ev olmaq istəyirəm, yuva olmaq istəyirəm. Bəlkə sizi evlənməyə qoymayan şey maddi sıxıntılarınız idi, bəlkə evinizin olmamağı idi, bəlkə pulunuz tam yetişmirdi, bəlkə münasibətlərdə görə bilmədiyiniz bir dəngəsizlik var idi. Baxın, burada biz nə dedik? Kişi və qadın bərabərliyi dedi, eril və dişil dəngə uyumu dedi. Bu il bunların hamısını həll eləyəcək və bu bizim həyatımızda bu cür pozitiv hadisəyə yer açacaq. Niyə? Çünki ən əsas kartımız zerkala, özümüzlə üzləşəcəyik güzgüdə. Güzgüdə öz əksimizə baxırıq və görürsünüz, içəridə adi oğlandır, baxın, amma güzgüdə gördüyü qorxulu bir şeydir. Yəni, mən kimliyimi qəbul eləməliyəm. Məsəl üçün, mənim bir kimliyim var ki, özümlə danışıram. O şöhrətpərəstdir. O çox lovğadır və o çox sevir göz öndə olmağı. Bu mənim heç kölgə tərəfimdir, qaranlıq tərəfimdir ki, mən bəli çox sevirəm ki, bunu hər an göz nəzər, diqqətlər məndə olsun. Əgər mən bundan qorxuramsa və fikirləşirəmsə ki, ayda bunu kimsə bilsə mənə pis baxacaq, bunu mən mənfidə yaşayacağım. Yox, əgər mən desəm ki,
Bu arada mən zaten bunu keçən il elədim bu texnikanı özümə. Bu il ilk dəfə ilk efirimə çıxdım və bilmirəm siz o verilişi izləmisiniz yoxsa yox. Amma mən bu il bir verilişlərin birində qonaq oldum və ilk öz çıxışımı elədim. Nəyə görə? Çünki mənim qaranlığım nə idi? Mənim qaranlığım o idi ki, görünmək istəyirəm, görəsən bu yaxşı bir şeydirmi, yoxsa pis bir şeydirmi? Ona görə kölgənizi qəbul edin, kölgəni sizin gücünüzə çevriləcək onda. Həmin kölgə sizi incitmək yerinə tam əksinə o kölgəni sizin uğurunuz olacaq. Özünüzlə qürur duyacaqsınız. Bəli, mən televizorda öz çıxışıma baxanda evdə televizorda özümlə qürur duymuşdum. Və bu qüruru özünüzə yaşadın əzizlərim. Gəlirəm ikinci, yenə gəldi digər oradakı kart tılsım beşlisi, dəngə, ölüm, болезнь, ведьма, совы, дерево, наказание, ay, çocuk, yıldız, makas. Aha, bu dəstə biraz daha sancı verici duyğular içindədir. İndi deyəcəm, amma təbii ki qorxmuruq. Çünki mən hər şeyi izah eləyəcəm indi sizə. İlk növbədə bu dəstədə pul problemləri var və yaxud da 2025-dən çıxanda 2026-cı ildə də pulu necə balanslamalıyam sualını özünüzə verə bilərsiniz. Və bəlkə siz pulu ümumiyyətlə dəngələmək üçün savaşırdınız pul üçün. Pulun arxasıca qaçırdınız. Pul hardadır? Necə? Hardan tapım? Düzəldim. Və maddi durumunuzla bağlı mən görürəm ki, sanki bir tərəfiniz dəngələnərkən bir tərəfiniz savaşır. Bir tərəfiniz nəysə balanslıyım, düzəldim, rayına oturdum, o sistemi qurum deyəndə digər tərəfinizdə savaşım enerjisi var idi. Bu sizin üçün ölüm və ölüm nə deməkdir? Bu fiziki ölüm deyil təbii ki. Bir səhifə sizin üçün bağlanır. Baxın, burada da bir uşaq kartı var. Nəyə görə bağlanır? Çünki sizin keçmiş mənliyiniz və kimliyiniz üzərində, keçmiş həyatlarınız üzərində, bu dəfə təkcə şuuraltınız yox, vedma görürəm, savı görürəm və bolezin görürəm. Ola bilər kiminsə çox ağır negativ enerjisi var üzərində. Bəlkə kiməsə cadu edilib, bəlkə kiminsə evinə edilib, bəlkə kiminsə xəstəsi var, ona edilib. Həyatınızda elə bir enerji var ki, üzərinizdə, başınızın üzərində və bu enerji həqiqətən də davamlı qara xəbərlər, pis xəbərlər, ətrafınızda dalbadal baş verən uğursuzluqlar, canınızda ağrı, xəstəlik, heç cür sağala bilmirəm, eləcə bir yerlərim ağrıyır enerjisində sizi narahat eləyir, sizi yorur. Və bu halda bəlkə kimsə sizə nəsə olsun deyə nəsə eləyir. Bəlkə sizin sadəcə enerjinizdə, baxın burada görsünüz bolezin, xəstəlik sizi boğur sanki. Biriləri sizi sanki elə bir varlıq sizi boğur, sizi incidir, sizi belə sıxışdırır. Siz elə hiss eləyirsiniz ki, elə bir mənimlə kimsə başqa bir varlıq məşğuldur da, yəni mənə uğraşır türklər demişkən. Bunu hiss eləyəcəksiniz və bunu bəlkə də indi də hiss eləyirsiniz. Və həqiqətən də kartlar bunu təsdiqləyir ki, ola bilər sənin üzərində birazcık negativ enerjilər var və sən bununla bağlı bir təmizlənmə, bir arınma eləməlisən. Bunu qoyduq bir cibimizə, bu artıq bəllidir. Tamam, mən bunu təmizlədim o zaman. Bəs ondan sonra nə baş verəcək? Kartımızın biri yerə düşdü, qoy götürüm. Görüm o kart bizə nə deyirdi, yerə düşdü, özünü atdı yerə. Aha, burada baxın, cəzalandırma, günahlandırma kartı var. Bəzilərimizin daxilində özünə qarşı çox qəddar olduğunu görürəm. Mən niyə belə elədim? Mən niyə bunu belə düzəltdim? Mən niyə bununla danışdım? Mən niyə evləndim? Mən niyə boşandım? Və həyatınızda özünüzə qarşı qəddar olmağa davam elədiyiniz sürəcə, burada da zaten kılıç prensi vardı əlində qılıncı ilə. Həyatınızda özünüzə qarşı bu qədər qəddar davrananda həyatınıza da bu cür baxın vedmaları dəvət edirsiniz. Çünki daxilinizdəki proqram deyir, mən günahkaram. Çöldə də bir dənə
qadın deyir ki və kişi deyir ki, aha, bu adamı cəzalandırmaq lazımdır. Yəni bizim könlümüzdə nə baş verirsə, içimizdə də o baş verir. Ona görə baxın, görün, özünüzü ən çox nədə günahlandırırsınız, nə qədər ümidsiz danışmısınız, harda çox özü hansı orqanınızda, bilirsiniz də hər bir orqanın psixosomatikası var və hər bir orqanın xəstəliyinin bizim şuuraltımızla əlaqəsi var. Baxmalısınız, baxın, görürsünüz, burada da zaten ay var. Yuxusuz gecələr, narahatlıqlar, bəlirsiz qalan durumların, bilinməyənin yaratdığı narahatlıq. Siz harda bu qədər narahat olmusunuz, bu qədər kədərli olmusunuz, bu qədər qorxmusunuz, bu qədər özünüzü günahlandırmısınız, harda siz özünüzə xəstəlik tapmısınız, xəstəlik yaratmısınız, bədəninizə xəstəlik yaratmısınız özünüzə. Biz xəstəlikləri özümüz yaradırıq, bəli. Xəstəlik yaratmısınız. Harda siz davamlı negativ danışan insanların içinə gedib düşmüsünüz ki, orada ancaq həmin adamlar belə pis çıxmasın. Bayquş pis şeylər danışırdılar, ancaq pis şeylərdən danışırdılar, pis hadisələr danışırdılar. Siz harda bu insanların içinə gedib özünüzü salmısınız və harda siz elə insanları cəlb eləmişsiniz ki, çünki sizin içinizdəki ruhunuz deyəndə ki, mən günahkaram və pisəm, çöldə də sizə pislik eləyən insanlar yaranır. Çünki siz onu dəvət edirsiniz ki, gəl mənə pislik elə, çünki mən günahkaram. Bəli. Və bütün bunlarla bağlı üzləşdim. Okey, nə baş verəcək? Baxın, burada bir uşaq kartı var. Ola bilər ki, bu il ərzində həyatınızda sıfırdan başlayacaqsınız. Burada da zaten ölüm var idi. Nə baş verəcək? Bu il sizin üçün təmizlənmə ili olacaq, amma bu təmizlənmə ili necə baş verəcək həyatınızda? Göy qurşağı kimi. Göy qurşağı necə bir şeydir? Yağıntıdan və sanki bir soyuq havadan sonra, yağıntılı havadan sonra birdən-birə çıxan bir göy qurşağıdır. Bəlkə həyatınıza girən insan, bəlkə həyatınızda, ətrafınızda olan insanlardan kimsə. Baxın, burada da bir ağac gəldi. Ağac nədir? Köklənmək deməkdir. Burada da bir qala gəldi. Baxın, bu il nə öyrənəcəksiniz? Həyatınıza sizə güvən verəcək insanlar daxil olacaq və siz artıq güvən mövzusunu işləyəcəksiniz. Güvən nədir? İnsanın doğulduğu yer. Bəlkə oradan güvən almamışsınız, almamışdınız. Öz ata və ananıza bəlkə uşaqlıqda kifayət qədər güvənməmisiniz. Bu il sizin güvən mövzunuz daha çox ön planda olacaq. Həyatınıza girən insan, həyatınızda sizi əhatə edən insanlardan içərisində sizə güvən verən insanları seçə biləcəksiniz. Həmin güvən verən insanlar həyatınızda bir göy qurşağı kimi həyatınızda bir təmizlənmək üçün sizi daha baxın, xəstəlik nədir? Sağlam olmayan bir duruş, sağlam olmayan. Amma qüllə nədir? Qala nədir? Sağlam bir duruş. Sağalmağınız üçün kömək eləyəcəklər bəlkə ruhsal sağlamlığınız olacaq bu və yaxud da ki, bu sizin həqiqi sağlamlığınızda, yəni bədəninizdə bəlkə bir probleminiz var, odur. Ev ala bilərsiniz, yeni bir evə köçə bilərsiniz, özünüzü qopuq enerjilərdən xilas eləyəcəksiniz. Baxın, burada da deyir ki, kəsəcəksiniz nələrisə. Bilirsiniz niyə görə? Çünki baxın, sizin həyatınızda bəlkə də bir qopuqluq var. Bəlkə də hara hissi yoxdur sizdə. Kimə aidəm, hansı işə aidəm, ümumiyyətlə qopuq yaşayırsınız, ümumiyyətlə aidiyyət, kök çakrada problemlər var. Özünüzü heç bir yerə tam dəyərli, oradayam, bura aidəm və burada dəyərliyəm duyğunuzda problem var idi. Amma bu il siz bu duyğulardan qurtulacaqsınız, çünki sizə artıq daha güvənli olan, daha sistemli olan, daha planlı olan nədir? O gəlir həyatınıza. Yəni siz bu il daha planlı olacaqsınız. 2026-nın sonunda artıq sizin 2027 üçün hədəfləriniz olacaq. Artıq sizin o illüziyalar, xəyallar, pis düşüncələr, negativ insanlar, negativ hisslər, negativ duyğular, bunlarla bağlı artıq həyatınızda yol ayrımları olacaq. Ondan sonra yuxular, yata bilmirəm, pis düşüncələrim var, mənə narahat edən düşüncə. Artıq bunları düşünməyin, sizin həyatınızda necə böyük pisliklər yaratdığını anlayacaqsınız və artıq deyəcəksiniz ki, bu qədər güvənsiz yaşamaq, narahat yaşamaq yerinə mən güvənli olanı seçirəm. Burada da tutqu və yıldız kartı gəldi. Baxın, nə deməkdir?
Qədərsel olaraq şanslı zamanlama. Yəni taleyinizdə sırf bu il bunu yaşamaq var. Diləyinizin gerçəkləşməsi, arzu etdiyinə qovuşma və cinsel çəkimi yüksək olan bir münasibətə başlama, sevgi, tutqu, şəfqət duyğusu ilə yaşamaq. Həyatınızda əgər heç kəs yoxdursa, çox böyük bir cinsəllik və çox böyük bir ehtirasla, çox böyük bir hisslə, duyğuyla münasibətə başlayacağınız bir insan daxil ola bilər həyatınıza. Bəlkə də sadəcə həyatı daha ehtiraslı yaşayacaqsınız. Yəni nə deməkdir? Daha çox sevəcəksiniz. Yediyinizdən daha çox həzz alacaqsınız. Geydiyinizdən daha çox həzz alacaqsınız. Getdiyiniz yerlərdən daha artıq həzz alacaqsınız. Çünki arzularınız reallaşacaq. Həm ulduz gəldi burada, həm göy qurşağı gəldi. Yəni şansı sizin yanınızda olduğunu hiss eləyəcəksiniz və sizin arzularınız reallaşacaq bu il. Amma dediyim kimi, bu il xəstəliklər və problemləri yaradan səbəbləri tapıb düzəltmək şərti ilə. Əgər sən bu baxıma baxdın və çox bəyəndinsə və dedinsə ki, mən özümə illik baxım eləmək istəyirəm, o zaman WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsən. Özünə yaxşı bax əzizim.